meyiti gizlətdiyi yerə gəlib. Bu yerdə qeyd edim ki, ürəyi zəif və azyaşlıların indi təqdim edəcəyimiz istintaq materialına baxması tövsiyə olunmur. Xüsusi amansızlıq və zorakılıqla qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb. 2015-ci ildən itkin düşən kimi axtarışa verilən 15 yaşlı qızın taleyinə 7 il sonra aydınlıq gəlib. Təqsirləndirilən Əfrail Məmmədov 15 yaşlı əmisi qızını xüsusi amansızlıqla qətlə yetirərək meyiti hissələrə bölüb su kanalında və əkin sahəsində bastırıb. Peşəkar cinayətkar olmasa da cinayəti xüsusi peşəkarlıqla törədib. Özünə qurduğu alibi ilə uzun müddət istintaqdan yayına bilib. İtkin düşən qızın 7 il davam edən axtarışları sonda bütün oxları ona istiqamətləndirib. Cinayət işinin istintaq materiallarını təqdim edirik. Ürəyi zəif və azyaşlıların baxması tövsiyə olunmur. 5 iyul 2015-ci il tarixdə Masallı rayonu Təklə kənd sakini Səidə Cəfərovanın evdən çıxaraq bir daha geri qayıtmaması faktı ilə bağlı Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə cinayətçi başlanılıb. Bu istiqamətdə istintaq aparılsa da Səidə Cəfərovanın tapılması mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Lakin sonradan Səidə Cəfərovanın öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyi üçün 8 fevral 2022-ci il tarixdə iş üzrə icraatın dayandırılması haqqında qərar rayon prokurorluğu tərəfindən ləğv edilib. Qətlin təfərrüatları ilə bağlı Səidə Cəfərovanın valideynləri deyir ki, hər şey 15 yaşlı Səidə itkin düşdüyü gündən 5 ay əvvəl başlayıb. Yox, qısqanıram. Uşağa çatacam, bir şillə vurub, burada niyə oturubsuz? Deyib əcəb eləyirəm. Uşaq onun deməyi ilə əsasın. Deyib, köpəyoğlu, məni niyə vurdun? Uşağı vurub, uşaq olsa, sən mənə köpəyoğlu dedin, uşağı qatıb qabana. Körpü uşaqdır, qorxusuna qaçıb yuxarı. Yuxarı qaçanda mənim qapım zamuqlandı. Zamuqu bağlayıb, belinin qaşı ilə, mənim başımın yaylığı ilə uşağın ağzını bağlayıb, qolunu bağlayıb, uşağı zorakılıq eləyib. Qardaşım oğlu təcavüz eləmişdi. Təcavüz edəndən sonra qardaşım mənim gəldi, yalvardı, heç kimə demə. Qız mənimdir, götürmüşəm. 6 ay mənə vaxtı, 6-cı ay olmadı. 5-ci ay qız yoxa çıxdı. Mən şübhələndim Məmmədov Əfraildən. Məmmədov Əfraildən. Hansı ki, qıza təcavüz elədi? Bəli. Məmmədov Əfrail apardılar. Məmmədov Əfrail apardılar. Məni polis özümü şübhəli şəxs kimi saxladı orada. Onu buraxdı, iş bağlandı. Fərid Cəfərovun şübhələndiyi qardaşı oğlunun da Səidənin itkin düşdüyü günə alibisi olub. O kənddə keçirilən şənlikdə iştirak edib. Səidə Cəfərovanın itkin düşməsi istiqamətində əməliyyatlar davam edib. 7 illik düyün istintaq tərəfindən Səidənin anasına məxsus telefon zəngləri müəyyən ediləndən sonra açılıb. Fərid Cəfərovun dediyinə görə cinayətin açılması üçün hüquq mühafizə orqanları həmin gün Səidənin əlində olan anasına məxsus telefona gələn zənglərin siyahısını çıxarıblar. Məlum olub ki, gələn sonuncu zəng Əfrailin anası Tənzilə Cəfərovaya məxsus mobil nömrədən olub. Şübhəli şəxslər dairəsində olan Əfrail Məmmədov Masallı polisinə dəvət edilib. Dindirmələr zamanı artıq telefon zəngləri barədə suallara onun bir-birinə zidd ifadələri şübhələri daha da artırıb. Sonda o daşı ətəyindən töküb. 7 illik sirrini istintaqla bölüşüb. 5 iyul 2015-ci ildə əmisi qızı Səidə ilə günün birinci yarısı görüşüb. Sözlərinə inansaq ona zəng edən Səidə təcili görüşməli olduqlarını deyib. Oradan bura o deməli piyada gəldi. Maşın qapısına şort edəcək. 2-3 dəyə söhbət elədi, dedim ki, lazım deyil. Maşının içində. Bəli, sözünə lazım deyil, sən gəl deməyəcək, atı alma. Lazım deyil idi. Orada həngama çıxdı, bir abisi. Lan bəs məkan. Nəyi deməyəydi? Ki, aramızın münasibət olmalı, deməyəydi gərək. Yəni, yalan mı demişdi? Bəli, yəni sən deməyədin. Ya düz mü deyil? Həmin gün Əfrail mənə zorlayıb. Sən gərək deməyədin. Ha, onu danışdın. Bəli. Sonra? Deməyədin, zorlayıb. Mən səni zorlamamışam. Aha. Dedi ki, gedək onda mənim anamın yanına. Anamın yanıydı. Mən gittim sahədə də anası. Sahədə də anası. Deyirədim, deyirdim, maşını qaldırdım. Əfrail Məmmədovun sözlərinə görə sahəyə çatanda aralarında münasibətləri kəskinləşib. Səidən orada sığışdı, elə çayın qırağında. Səidə qışqırdı elədi. Mən maşını bıçağı götürdüm. Boğaz nahəsinə. Bıçağından vurdum. Necə də o? Bir dəfə. Hə, sonra danış. Bıçağından vurub bu yıxıldı yerə. Yıxıldı, xırıldadı, nəfəs gəlmədi. Özümü itirim bilməyim nə var. Götürdüm o tip presləri, bəlimləri. Attım bunun üstünə, görsənməsin. Daha sonra Əfrail dostu Vüsala zəng edib onunla görüşüb. Məqsədi Vüsaldan kömək istəmək olub. Bəli, burada kömək elə, bunu basıram. Hə.
Dedim ben hiç kimə kömək eləmirəm, qaçdım. Sen o ki meyidi görmüştün orada. Evet. Meyidin üzerinde kan var idi. Kan lekeler olsun, kan aksın yere. Yerdə yox, belə üst başına. O yol boyunca gəlib saat 2 dəfə get təslim ol. 2-3 dəfə deyir, get təslim ol. Dedim, yox, elə bilmərəm, biabısı bu işi bilməyib eləmişəm də. Olub bu bir hadisə. Vüsal kaçtı, Keçdi o. piyada, Keçdi o yüzden. geride de eve sarıda yani. Sen ne inandın ondan sonra? Ondan sonra mən gələdim, bir təpkəz qapitkaya qazdım, qamışın içində suyu ortası elədim. Meyiti kanalda gizlədəndən sonra kənddə təşkil olunan şənliyə gedib. Yəni 11-dən 12 ilədələrdə olaya da olmadı, ata zəng eləmək ki, o şey sadə xəbər edir, çəyli qaçıb. Gəldim evə, mən də girim yerimi yatıra bilmədim heç. Saat 3 tamam idi, durdum getməyəni bacarım. Səhəri gün Əfrail dostu Vüsalın yaşadığı evə gəlib. Bu arada Vüsal 7 il dostunun sirrini özündə saxlayıb. Əfrailin etirafından sonra bildiklərini istintaqa danışıb. Əfrail qanlı paltarları və Səidənin başmağını Vüsalın yaşadığı evin həyətində yandırıb. Benzini çıktı. Müsal paltarları necə yığdınız? Mən yemişim, bilmirəm, şəms qarışıq deyək, önənsin. Gördüm, benzinləri yandırdı. Hamısı tam şəkildə yandı, yoxsa? Tam şəkildə. Taleyin ironiyasına bax. Qonşunun həyətində günəmuz işləyən Səidənin atası həmin gün Əfrail ilə Vüsalın həyətdə nə isə yandırdıqlarının şahidi olub. Lakin həmin yanan əşyalarının qızına məxsus olmasından xəbəri olmayıb. O maşın gəldi dayandı orada, oxşum onlar düşdülər aşağı, başladılar yandırmağa eləməyə. Mən fikrim orada idi. Bu iş yoldaşım dedi, nəyə baxsan? Dedim, mən nəsə maşın məni cəlb edir, fikrimi cəlb edir bura. Dedim, maşında dayanıb uşaq. Maşında dayanıb uşaq eləyir, qaçır aynə bir yana. Paltarları bizim əhdə yanlar. Yox, hansı paltar? Paltarları deyəndə sən verdin futbolkanı, Geyindi. geyində Öz əyninə, paltarında çıxardı. həmin o üstü ləkəli olan paltar. Bizim əhdə. Əfrail Məmmədov təxminən 25-30 gün sonra isə meyiti gizlətdiyi yerə gəlib. Bu yerdə qeyd edim ki, ürəyi zəif və azyaşlıların indi təqdim edəcəyimiz istintaq materialına baxması tövsiyə olunmur. 25 gün, 26 gün belə olar, dəqiq bilmirəm. Hə, getdim, gəldim, gördüm ki, artıq su quruyub, azmaz qalıb, quruyub da, bəri tərəfdə su quruyub, qamışlar qalıb ancaq. Bütün gömgəyə ətraf qamış idi. Gördüm, qolqı səhət tərəfi dağılır. Əlim atdım ki, belə başından çəkəm, görüm ki, gəldi. Yığdım kisəyə yığdım. Baltanı hardan gətirdin? Evdən özünlə götürmüşdün. Həmin balta hazırdardadır. Evdədir. Onu təqdim eləyə bilərsən bizə? Hə, bizə dəqiqə ver mən onu. Gətir bura. Onun yerdə bir çək. Bu balta idi. Eyni həminki baltadır. Həmin bundan onun başını doğramışsın. Göstər sənə əlindən. Bəs yaxşı, niyə bu birinci ifadə verəndə dedim boğmuşam, sonra dedim ki bıçaqla, indi deyirsən ki bıçaq. Məsuliyyətdən yüngül yayılır. İstəyirsən ki məsuliyyətdən Peşmançılığım istəyirəm ki, biraz yüngül yayılır. 15 yaşlı əmsi qızını qəsdən həyatdan məhrum edib, meyitini hissələrə bölərək 7 il törətdiyi cinayəti gizlədən Əfrail Məmmədov peşmançılığına əsas gətirərək müstəntiqdən ona yüngül cəza verilməsini istəyib. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Əfrail Məmmədova Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və meyit üzərində təhqir edici hərəkətlər etmə maddələri ilə ittiham elan olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfrail Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.